Son dövrlərdə bəzi saxtakarlar, özünü tarixçi adlandıran bəzi saxtakarlar Talış xanlığının adını dəyişdirib Lənkəran xanlığı kimi yazırlar. Bu tamamilə yalandır. Niyə yalandır? Birinci, Talış xanlığı yaranarkən xanlığın mərkəzi Lənkəran yox, Astara şəhəri idi. Lənkəran şəhəri Talış xanlığının bir əyalət şəhəri idi. Yəni, xanlıq əyalətin adı ilə adlana bilməzdi. Bu birinci məsələ. İkinci məsələ, ən önəmlisi odur ki, Talış xanlarının nəsli Talışxanov soyadını daşıyır. Əgər xanlıq Lənkəran xanlığı olsaydı, onlar Lənkəranxanov soyadını daşıyardılar. Lənkəran adı Rus işğalından sonra verilmiş bir addır. Rusiya işğal etdi, Talış xanlığı ləğv edildi və Lənkəran qəzası yaradıldı. Bu qədər.